Rəfiqə Rəhimli, soruşun onlardan haqqınız varmı? Vətənin zilləti kasıblarınsa, sərvəti məmurun balasınındır. Gəlsin gözünüzdən vətən uğrunda, canından, gözündən, əl ayağından keçən oğulların haqqı sayları. Uçuq komalardan çıxan igidin haqqı haram olsun deyirəm sizə. Darısqal yuvadan, uçuq komadan Şuşa qalasına payı piyada, silahsız, sursatsız ayaqlarıyla çıxan igidləri sən qoru Allah. Şuşa qalasının zirvələrindən üç rəngli bayrağı qaldırıb asan, düşmənin bağrını yandırıb yaxan igid oğulları sən qoru Allah. Haqlılar haqsıza təslim olmasın, düşmənlər alışsın, düşmənlər yansın. Haqlılar hər zaman qələbə çalsın. Səsləndirdi Yaqub Mustafayev.